Əziz izləyicilər, dəyərli dostlarımız, hörmətli şəhid ailələri. Ağcabədi rayonunun Küklər kəndindən öz polis peşəsindən imtina edib Qarabağda döyüşmək üçün döyüşə yollanan şəhid Məmmədov Cəmaləddin Türbəndə oğlunun cənnətdə olan mövlududur. 1988-ci il aprelin 21-də məhz bugünkü gündə bu kənddə dünyaya göz atmış şəhidimiz 2020-ci il oktyabrın 2-sində elə bu kənd cəmaatının iştirakı ilə, şəhid ailələrinin, şəhid sevərlərin iştirakı ilə Ağcabədi rayon Şəhidlər xiyabanında dəfn olmuşdu. İki körpəsi bizim üçün əmanət, eləcə də atası, anası, ailə üzvləri bizlərə əmanətdir. Bu günlərdə biz də özümüzə bir şərəf borcu bildik. Şəhidin atası dəvət etdi məclisdə iştirak etmək üçün. Bizim də şərəf borcumuz ki, dəvət olunmuş yerdə gəlib, az da olsa iştirak edək, bu ailənin yanında olduğumuzu gəlişimizlə sübut edək. Və burada şəhidlərimiz, ağalarımız, şəhid ataları, qohumlar, dostlar uzaqdan, yaxından gəlib iştirak ediblər. Allah hər birisindən razı olsun. Atalar hər birisi eyni yaranı daşıyan şəxslərdir ki, hər birisi bizim başımızın tacıdır. Hər birisinin bizim yolumuzda, bizim şərəfimizdə, namusumuzu qorumaq üçün övladlarını vətən yolunda qurban verən kişilərdir. Adca biri görsən ki, bir iş görəndə, xeyriyyə işlərində milyonu olan bir şəxs 100 manat ora qıymır. Əlləri əsir ki, ora nəsə bir vətən yolunda döyüşən əskərlərə bir pay göndərmə və bir şəhid ailələrinin nəsə bir tədbirində iştirak etmək üçün. Amma bu kişilər ciyər paralarını vətən yolunda veriblər. Ciyər paralarını vətən yolunda veriblər. Mən bu günləri bu süfrədə əyləşdiyim üçün Türbəndəmi qürur duyuram. Onu da qeyd edim ki, ilk dəfə yola çıxanda Azərbaycanın bir çox bölgələrində şəhid ailələrinə təskinlik olaraq meyvə, öz şəhidlərinin adına meyvə ağaçları ki, 1000-2000 ağacı götürüb yola çıxırdıq. O şəxslərdən elə ikisi süfrə başında əyləşirdi. Biri şəhid Cəmaləddin Məmmədovun atası Türbəndə əmi, biri də şəhid Məkan Qəhrəmanovun atası Mübariz ata. Özləri burada olmasa da ürəkləri burada olan qardaşlarımız da var ki, onları da mən unutmayacağam. Şəhid Hüseynov Mirəllinin qardaşı Mirağa və şəhid Məhəmmədin qardaşı Elzamin də, biz bir yola çıxmışıq, uzun müddət Azərbaycanın bir bölgələrində iştirak eləmişik. Allah hər birinizdən razı olsun, bu gün gəlib iştirak edirsiniz və 2016-cı ildə şəhid tədbirlərindən hər bir zaman bizim yanımızda olan Mehman qardaşımız çəkilişləri ilə təmannasız xidmət edən Mehman sana da təşəkkür edirəm. Kimlərin də üzr istəyirəm, yəni böyüklərimiz var, ağalarımız var, amma kimin də ürək sözü varsa, buyuruz. Zaten mən babalarımın qarşısında ilk dəfə bu kətdə, bu evdə olduğum üçün ürək sözlərimi deyərdim. Dərdim aşı edirəm, mən düz başa düşürüm. Yəni mən bu günlərim o qədər ürəyim açılır ki, Allah sizdən razı olsun mənə söz edildiğinizə görə. Gözəl Nuruzlu atalarımızın əlindən öpməyə nəsib oldu. Ağamın əlindən nəsib oldu, öpdüm. Həmd olsun Allahın dərgahına ki, mən sizlərin qarşınızda atalar baş əyərəm. Yeri göğü yaradan Allah, canımızda nə qədər can var, bu uğurda bizi mübariz eləsin, yorulmadan, çəkinmədən, qorxmadan, heç bir təzyiqə uğramadan, çünki elə bir şey ola bilməz, Allah ancaq onu izin verməz və sizlərə mən minnətdaram, mübariz ataram, şəxsən sizə, hamınızın qarşınızda baş əyərəm, nə qədər ki bizlər var, nə qədər ki bizim bu gözəl xalqımız var, millətini sevən, namuslu, qeyrətli, şərəfli insanlar var. Biz bu mübarizəmizi davam etdirəcəyik və Allahın izinlə Ali Başkomandan, Müzəffər Ali Başkomandanın ağırlı siyasətini, onun xarici siyasətini xahiş edirəm qardaş, buradan qapını örtün, gözəl qardaş, qapını örtün. İndi əvvəl hissəni çıxardarsan da oradan. Bildin nə, sonra da bilməm hissəni arasın. Və bu uğurda mübarizə nədir? 200-dən artıq dövlətdə dalğalanan bu uca bayrağımızı, onun əskəri, onun necə deyərlər, polis, necə deyərlər, o rütbəni daşıyan qardaşımız bu günlərim rahatçılığını kənara qoyub, gedib canını qurban verməyə belə ataların tərbiyəsi nəticəsidir. Hər bir insan öz valideynine borçludur.
onun tərbiyəsinə borçludur. Biz də övladlarımızı yetişdirmək üçün, öz tərbiyəsi ilə məşğul olmaq üçün Allah bizim canımıza can versin ki, həmişə onlara ağıllı, savadlı yetişdirək, bu çiçəklənən Azərbaycana qönçələr yetişdirək ki, onlar daimi vətənə qulluq eləsin. İnşallah ki, Allah Taala bizi 37 min şəhidimizin qarşısında, ruhu qarşısında bizi utandırmasın. Nə qədər canımızda can var. Mən Azərbaycan olaraq hər zaman yanınızdayam. Bir kəlmə sözümüz mənim üçün yetərlidir. Əmrinizdə Azərbaycan sıravi bir əskəri kimi, necə deyirlər, sadə bir vətəndaş kimi, hansı vəzifə sahibi olur olsun, kim olur olsun, bu yolda bizi kimsə döndürülməz inşallah. Allah sizdən razı olsun. Bu mübarək gündə qardaşımın növbət günə yığışmışıq. Bu süfrənizi, Allah bərəkətinizi hər zaman necə deyirlər, daimi eləsin. Süfrəniz heç zaman necə deyirlər, bərəkətli əski etməsin. Allah sizdən razı olsun. Bu olmasın, çörəyinizi yiyəcək, haqqınızı halal edin inşallah. Allah sizdən razı olsun. Və xalqımıza, millətimizə əmin-amanlıq arzu edirəm, xoşbəxtlik arzu edirəm. Yeri göyü yaradan Allah. Heç bir ananın, bacının gözü yaşlı qalmasın. Mənim arzum budur. Ağam, minnətdaram ki, sizə bizə ağaların əziz ötürləriniz qurban olaraq. Cərbinə qurban olaraq. Sizin kimi ağalar bizim baş tacımızdır. Şəhidlərin, atalarının ağası sizsiniz. Məsələn, çörək yiyək, ta çörək yağçısı olur. Çörəyi yeyə sonra. Heç də. Sağ olun. Minnətdaram. Hamısına rəhmət eləsin. Valideynlərinə səbir versin. Onların hamısının qarşısında baş əyirəm. Şəxsən mən belə analarım, elə qəhrəman balalar büyüdürlər. Allah səbirlərini versin. Mehman, saat Allah kömək olsun. Allah canını sağ eləsin. Kömək olsun. Sən də yaxşı balasın. Dəyməsin. Biz bu günlerin Cemalettin'in adıyla yaşamışız. Allah bütün şehitlerimize rahmet eylesin. Şehitleri cennet olsun. Analara da sabır versin. Allah size de ömür versin ki böyle olsun analarının hem meşe hayırlısınıza versin. Allah sizlere sabır versin. Barislerin hem meşe bölümünde iştirakınızı yaxşı yaparsınız. Allah sizlere de versin. Allah şehitlerimize rahmet eylesin. Amin. Allah rəhmət eləsin. Atasının adı Allah versin. Buyurun analar, sizin ne bir? Cemalettin, şehit Cemalettin adına yaşamışlar. Allah rəhmət eləsin, atasına, anasına ömür versin, balaların xoşbəxt etsin. Buyur ana. Biz Cemalettin'in cənnətdə olan cənnətdəki ünlüğü mübarək şəhid. Allah bütün şəhidlərimizə rəhmət eləsin, hamısını yerin cənnət eləsin. Şəhidlərimiz bizim qəhrəmanlarımızdır. Biz şəhidlərimizlə fəxr edirik. Hamısı bizim başımızın tacıdır. Bizlərin uğrunda, vətən uğrunda, torpaqların uğrunda canlarını fəda veriblər. Allah hamısının məqamını ucələsin, İmam Hüseyin qulluğunda dursunlar. Yerləri cənnət olsun, məkanları gül olsun. Bütün analarına Allah səbir versin. Onların səhqasını biz də bugün yaşayırıq. Mən elə bilirəm ki, onlar mənim öz balalarımızı. Allah yerləri nurla dursun. Yerdə hər kimin balası qalıb, torpağı sana Allah ömür versin. Qalmayanların da yeri nurla dursun. Allah atasına, anasına səbir versin. Bundan başqa nə dərdi? Bir de bu millete püskün göreceğiz. Yazık bu millete. O yarışlarda dedim oğlum, Allah rəhmət eləsin. Məkanı cənnət eləsin inşallah. Amin. Allah səbir versin anasına, atasına. Amin. Hamısına. Amin. Allah sabrınızı versin.
Şirin de koydu. Her il olduğu kimi şəhidimizin mövludunda bir tort hazırlayıblar bu günlər və hər il olduğu kimi yenə anaların və bir də qəhrəmanımızın övladların iştirakı ilə bu tortu kəsilir. Buyursun, qəhrəman balaları buyursun, sağa görsünlər, tortu kəssinlər. Ay maşallah, ay maşallah. Allah sürü olsun. Gün o gün olsun, bak bu balaların toyunda tort kəsək. Çıxar onlar. İnşallah bu anaların iştirakı ilə. Analara da bilgisi. Onlar da aslında bir Analara da. Öz anana da. Analara da. Ne niye de. Hamısına bilgisi. lazım değil. Öz anana da. Nerelere de. Hamısına. Öz anana ver. Ha. Ne niye de. Ne niye de. Bu şimdi analar nazlı koy, neneler nazlı. Ne olacak o yiyorlar. Bu çay geçsin, keseceğim hamuru geçsin. Demek büyük Onlara bak, onlara bak. Ben yiyorum. Ben şeker. Gel buraya. Doğru sen yaşayacaksın. Bu geçsin. Buradadır. Allah yarın atanın yanında. Doğru değil mi? Aynen kardeşim. Her bir özü körüldür. Adı da körüldü. Çok sağ olun. Teşekkür ederim. Allah başınızı uca eləsin. Allah şəhidlərimizin məqamınızı eyləsin. Ruhları şad olsun. Şəhid Samaladin qardaşımın ruhu şad olsun. Sağ ol. Allah kömək olsun. Çay geliyor. Yani hamısı imam evladıdır, şəhidlərinə değer verib, şəhidin ailəsinin yanında ailesine təskinlik diləmək hər bir Azərbaycan qanunu daşıyan insanın borcudur. O da gözəl analar, gözəl könüllərimiz, elə də şəhid ailələri hamısı bir-birinə təskinlik verərək bu cür dərsləri geçirirlər. Allah bir daha devletimize, halkımıza hiç Allah değerli göstermesin. Halkımız